Ölkədə rəqəmsal iqtisadiyyatın ekosistemi yaradılır. Bu məqsədlə 2026-2029-cu illəri əhatə edən strategiya qəbul edilib. Sənəd çərçivəsində 3 məqsəd, 9 prioritet istiqamət və 50 təşəbbüs müəyyənləşdirilib. 50 təşəbbüsdən 26-sı biznes, 15-i cəmiyyət, 9-u isə dövlət qurumları üzrə nəzərdə tutulub. Strategiyanın icrası nəticəsində 300 müəssisənin rəqəmsal transformasiya proqramlarında iştirakı, 250 yeni startapın yaradılması, 200 kiçik və orta biznesin rəqəmsal bazarlara çıxışı və 40 min vətəndaşın təlimlərə cəlb olunması nəzərdə tutulur. Nəticə olaraq süni intellekt əsaslı həllər vasitəsilə 2029-cu ildə 70 milyon manat əlavə dəyərin yaradılması planlaşdırılır. Məqsədimiz nədir? Biznes üzrə Azərbaycanda iqtisadiyyatın müxtəlif sahələrində rəqəmsal transformasiyanın sürətləndirilməsi və bu istiqamətdə dayanıqlı iqtisadi inkişafı artımı dəstəkləməkdir. İqtisadiyyatın rəqəmsallaşması ilə bu prosesdə əmək bazarının texnoloji tələblərinə uyğunlaşdırılmasıdır. Çünki texnologiya dəyişdikcə əmək bazarının tələbləri də dəyişir və bu istiqamətdə biz mütəmadi olaraq vətəndaşlarımızın bilik və bacarıqlarını artırmalıyıq, onların səriştələrini inkişaf etdirməliyik. İnsan kapitalının inkişafına yönələn layihələr çərçivəsində 2023-cü ildən 4C Akademiyası çərçivəsində Azərbaycan vətəndaşları dünyanın ən böyük onlayn tədris platforması olan Coursera-da təlimlərdən ödənişsiz faydalanmaq imkanı əldə edib. 60 mindən çox şəxs platformada süni intellekt, proqramlaşdırma, data analitikası və digər müasir texnologiyalar üzrə bilik və bacarıqlarını artırıb. Vətəndaşlar Coursera onlayn təhsil platformasında 260 mindən çox təlimə müraciət ediblər. Təlimləri uğurla keçənlər 90 mindən çox beynəlxalq sertifikat alıb. Məşğulluq üçün kadrların təkmilləşdirilməsi proqramı var. Planımız odur ki, Azərbaycanda bütün sahələr üzrə və dövlətin əsas götürdüyü hədəf sahələr üzrə beynəlxalq sertifikat alan Azərbaycanlıların sertifikata xərclədikləri vəsaitin dövlət tərəfindən qarşılanması layihəsi var. Bu kifayət qədər böyük bir təşəbbüsdür. Qısa bir vaxt ərzində Azərbaycanda müxtəlif sahələr üzrə vətəndaşlarımızın qlobal rəqabət qabiliyyətini artırmaq üçün belə bir sertifikatların əldə etməsi olduqca vacibdir. 2030-cu ilə qədər 60-dan çox yerli müəssisənin rəqəmsal və dayanıqlı transformasiya prosesinə cəlb edilməsi də hədəflər sırasındadır. Əli Rzayev, Zaur Dadaşov, Sabir Bilalov, ASTV İqtisadiyyat.